the correct variant. Düzgün variantı seçin. Larissa is able to send the documents deyə qeyd olunub cümləmizdə. Və bu durğu işarəsinə diqqət etsək, sual işarəsinə əsasən, tag question'ın qaydasına əsasən qaydamız götürülmüş olacaqdır ki, burada to be-nin forması və mübtəda bizim lazımlı olan məqamlarımızdır ki, to be-nin forması is qeyd olunduğu üçün biz vergüldən sonra is-dən istifadə etməliyik. Larissa isə qadın cinsi olduğu üçün she-dən istifadə edəcəyik. Biz is-lə, she-ilə bağlı A və Y variantında variantları görmüş oluruq. Digər variantlarda was və does deyə köməkçi feillər doğru verilməmişdir. Tag question'ın qaydasına görə vergülə qədər ki cümləmiz təsdiqdirsə, təbii ki bu nəqli cümlələrə aiddir. Vergüldən sonraki cümləmizi inkarda qeyd etmiş olacaq isn't she deyə və qeyd etdiyimiz variantı əsasən A variantı doğrudur. Y variantı təsdiq olduğu üçün yanlış götürülür. Və biz nəqli cümlə nəyə görə qeyd etdik? Çünki əmr cümləsində qaydamız fərqlidir. Burada isə verilən cümlə nəqli sırayla olduğu üçün biz Larissa is able to send the documents, isn't she deyə cavab vermiş olacaq ki, Larissa sənədləri göndərməlidir, elə deyil. Və qeyd etdiyimiz leksik qrammatik baxımından doğru olan variantımız A